Hər birinizi salamlayıram dostlar. Bu video dərsimizdə çox maraqlı bir funksiyanın tətbiqi ilə yaxından tanış olacağıq. Vaxt itirmədən keçək funksiyanın tətbiq hissəsinə və hansı formada həyata keçiriləcəyi ilə bağlı yaxından tanış olaq. Deməli, məlumatlara baxdığımız zaman burada bir data sütunu var, bir də frequency sütunu mövcud olacaqdır. Bu sütundakı məlumatları sadəcə biz açmaq istəyirik. Nə etmək istəyirik? Yəni burada A, B, C və D-ni də 6 dəfə təkrarlamaq sürətilə üstdən aşağı getsin və funksiya dinamik olsun. Ən çox istədiyimiz şey budur. Yəni bura mən Y12 yazdığım zaman 12 dənə də Y-ni avtomatik olaraq onun arxasına qoşa-qoşa getsin. Yəni mən bunu eləmək istəyirəm. Bunu eləmək üçün çox maraqlı yollar var. Aydın məsələdir ki, mən bu yolun başqa bir formasını da paylaşmışam. Sadəcə olaraq indi onun daha rahat formasını mən sizə göstərmək istədim. İlk öncə rect funksiyasından istifadə edə bilərik. Mən rect funksiyasında sütunları da, yəni bu məlumatları da seçə bilirəm bura. Ümumi başdan sona hamısını əlavə edirəm və aydın məsələdir ki, belə bir görkəm mən əldə edirəm. Daha sonra mən burada text join funksiyasından istifadə etməklə bu məlumatların hamısını birləşdirmək istəyirəm. Boşluq olsun, heç bir problem yoxdur. Daha sonra burada da true verdim və aydın məsələdir ki, mən bunu bu görkəmə gətirdim. Yəni hər birini təkrarladı və birləşdirdi. Burada başqa bir formadan söhbət getmir. İndi bu görkəmi isə başqa bir formaya gətirmək istəyirəm. Onu necə edəcəm? Onu eləməyim üçün də gəlin bu tərəfdə onu yazaq. Bu hissəyə mən ümumiyyətlə mid funksiyasından istifadə edəcəm. Onu buna əlaqələndirəcəm və burada start number var. Bu çox maraqlı bir hissədir. Sequence-in içərisində len yazdığınız zaman və bunun lenini verdiyiniz zaman aydın məsələdir ki, burada 1 yazmaq tövsiyə olunur və bu görkəmi siz burada əldə edəcəksiniz. İndi bunun əsas nöqtəsi buradadır ki, buradakı D2 nöqtələrini mən buradakı düsturla əvəz eləməliyəm. İndi gəlin görək onu necə eləyəcəyik. Bu hissədə D2-ni silirəm, yerinə bunu əlavə edirəm. Həmçinin burada da D2-ni silirəm, yerinə bunu əlavə edirəm. Aydın məsələdir ki, bu hissədə də artıq işləyəcək və bizim bundan heç bir asılılığımız da qalmır. Və mən bunu bu hissəyə də dartıb gətirdiyim zaman belə bir görkəm əldə etmiş oluram. Gəlin görək işləyirmi? Bura Y yazıram, bura 12 yazdığım zaman burada Y hərfindən istifadə olunmuşdur. Mən bu funksiyanı bu gördüyünüz kimi çox uzun və qarışıq görünür. İstifadə edə bilərəm, daha rahat formaya gətirə bilərəm. Bunu necə edə bilərəm? Bunun üçün Excel-də bir lambda funksiyası mövcuddur. Mənim 2 dənə dəyişənim var. Biri datadır, biri frequency-dir. Birinciyə data yazıram, daha sonra ikinciyə də frek yazıram. Yəni bu frequency olur. Diqqətli olun, burada frequency-nin funksiyası var, ancaq biz burada ondan istifadə etməyəcəyik. Data olan yerləri təmizləyirəm. Onun yerinə data yazıram. Frequency olan yerləri də silirəm. Onun da yerinə frequency deməli sözünü əlavə edirəm. Bu tərəfdə də həmin qayda ilə. Bunu silirəm. Bura data yazıram. Həmçinin bunu da silirəm, burada frequency əlavə edirəm. Bunu etdikdən sonra bağlayıram və yenidən mötəriz açıram. Bu dəfə artıq datamı seçməliyəm ki, görək funksiya işləyir yoxsa yox. Bunu da eləyəndə görürəm ki, düstur həqiqətən də işləyir. İndi bu hissədən, yəni ən axırdan yox, bu hissədən bərabərə qədər olan hissəni götürürəm, gəlirəm formulas hissəyə, define name-ə. Baxın, belə bir pəncərə açılır. Görürsünüz, workbook, sheet 1, sheet 2. Mən istəyirəm ki, workbook'un hər yerində bu funksiya işləsin. Ona görə də bunu mən silirəm, bunu əlavə edirəm. Bunu da yerinə yazıram, Namik repeater. Bunu yazdım. Artıq mən bunu silə bilərəm. Bura yazıram Namik repeater, datanı əlavə edirəm və bunu əlavə edirəm. Həmçinin gəlin baxaq görək bu işləyirmi? Əlbəttə ki, işləyir. Və burada F yazıb, burada 11 yazsam, aydın məsələdir ki, arxasına da 11 dənə F əlavə eləyəcəkdir.